Yenə nostalji havaya girirəm mən bu daşdan hasarları görəndə. Heç sevmirəm o kubikdən hasarları. Məndə nəsə soyuq gəlir. Mənə doğma gələn bax bu daşdan hasarlardır. Bu daşdan hasarları görəndə, nə bilim, gəh uşaqlığımı xatırlayıram, gəh gəncliyimi deməyim də, uşaqlığımı elə xatırlayıram. Kənd yerləri, kanikullar. Düzdür, indi qışdı, yanvar ayıdır. Amma quşların səsi yenə gəlir. Bax o cik-cik quşların səsi. Ondan sonra hündüşkanın, toyuğun, xoruzun səsi. Qoyunların səsi gəlmir. İndi gələcək. Kanikulları xatırlayıram. Tətil vaxtlarını 3 ay yay tətili olurdu. İyunun 1-dən, yox, yalan dedim. Mayın 25-i buraxılırdı cəmaət. Mayın 25-i buraxılırdı. Sentyabrın 1-i dərs başlayırdı. İndi özlərindən hoqqa çıxardıblar. Əvvəl çox yaxşı idi. Kənd həyatı, kənd həyatı, kənd həyatı.